Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bu ilin yazında Rusiyanın Moskva vilayətində Azərbaycanlı sahibkarın qətlinin qan davası olduğu ortaya çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxs qardaşının ölümünə görə qisas niyyətilə qətli törədib. Ajans AZ yerli mediaya istinadla bildirir ki, alverlə məşğul olan Zaur martın 3-də Moskvanın Verxniye Polya küçəsində yerləşən Əsədovod bazarının dayanacağında qətlə yetirilib. Hadisə zamanı Zauru 42 yaşlı Rövşən adında şəxs danışığa çağırıb. Onlar avtomobilin salonunda söhbət edərkən Rövşən çantasından tapança çıxararaq atəş açıb. Yaralanan Zaur avtomobildən çıxmağa çalışsa da, cinayətkar onun arxasınca bir neçə dəfə də atəş açıb. Zaur xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Bazarın mühafizəçiləri atəş səslərini eşidib hadisə yerinə gəldikdə, Rövşən tapançanı yerə qoyaraq sakit şəkildə təslim olub.